Salam dəyərli vətəndaşlar, mən siyasi bloger Elnur Əliyev. Deyirəm, neft-qaz ölkəsində olasan, bu qədər zəngin bir gəlirlərin ola, insanlar kasıbçılıqdan çöldə butulka hel qabları yığıb sata, o da gəlib axırda 40 qəpik tuta. Zəhmət olmasa videoya baxın, həqiqətən acınacaqlı bir vəziyyətdə yaşayırıq biz. Doğrudan da acınacaqlı bir vəziyyətdir. Millətimizin də hələ ki ayağa qalxmaqda heç bir irəliləyişi yoxdur. Yatıblar fil qulağında. Demək dostlar, butulkalar gəldi burada. İndi təhvil verəcəyik, görək nə qədər pul eləyir. Görək nə qədər pul eləyir. Bir saata bu qədər butulka yığmışam. Tel butulkası. Görək nə qədər eləyir. Rovnu bir saata yığdığım butulka. 250 nə qədər eləyir qardaş? 250 40 qəpik. 40 qəpik pul eləyir. Yəni bir saata qazandığımız puldur. Heç kimə bu işi məsləhət görmürəm. Sağ olun. İndi bircə dəqiqə pulu da alaq. Qardaşımız da buradadır. Buyurun, sağ ol. 40 qəpik. Bir saata qazandıq.